bu videonun səsləndirməsini edərkən bu artıq 6-cı səsləndirmədir. Edirəm, silirəm, təzədən səsləndirirəm. Bu günlərimə mən sizə motivasiya verə bilməyəcəm. İnşallah ki, siz mənə motivasiya verməyə bacararsınız. Səsimdən də göründüyü kimi mən ağlamışam. Səbəblər: həmişə Instagramı, TikToku səhifə işlədəndən bəri həmişə sual verilir ki, niyə səhifə işlədirsiniz? Yəqin irəli getmək istəyir, yəqin pul qazanmaq istəyir, qabağa getmək istəyir. Nə bilim, neyinimi, kim istəməz tanınmış olmaq, kim istəməz irəliyə getmək. Amma mənim bir fərqli səbəbim də var. Və Instagramda həmişə qızlar mən səhhətimlə problem yaşayıram deyəndə verdikləri sualda həmişə qaçırdım. Yaxınlarım, rəfiqələrim, tələbə yoldaşlarım hamı bilir, amma ki Instagramda bəzi izləyicilərim, yeni izləyicilərim bilmir. Mən ağır bir xəstəlik deyə buna düzdür, xərçəng olmasam da, amma mənim üçün bu da bir ağır xəstəlikdir. Skalyoz xəstəliyindən əziyyət çəkirəm. İllərdir. Sonradan əmələ gəlmədi, bəli. Deyəcək, bu nə böyük bir xəstəlikdir ki, amma ki onu yaşayanlar bilər. Getdikcə insan nəfəs almasında, yerişində, oturuşunda, duruşunda, istər-istəməz ürəkdə, beyində artıq bəzi problemlər yaranır və skalyozu bilirsiniz ki, onurğanın içində bütün sinir sistemləri gedir. Skalyoz elədir ki, esvari əyilir, qabırğa, ürəyi falan, ciyəri, hər şeyi sıxır və məndə də biraz artıq ağır dozadır, belə deyək. Ağırdır. Deyəcəksiniz, bunun müalicəsi də var, əməliyyatı da var. Müalicə illərlə olmuşam və həqiqətən də düzəlməyib. Dayanıb əyilmə, amma ki düzəlməyib və bu gələcəkdə davam etməyəcək deyə bir şey deyil. Davam edə də bilər. Əməliyyatdansa hələ qorxuram, ona özümü hazır hiss etmirəm. Bəlkə də nə vaxtsa deyə bilmərəm. Və təbii ki də maddi durum da gərək yüksək olsun, çünki o əməliyyatdan sonra bayağı bir mərhələlər var. Və belə deyim, və qorxuram, çünki arxada bir körpə qızım var. Bunu açıqlamaya da bilərdim, amma ki sizin sayənizdə bəzi şeylərə nail olmuşam. Xoşbəxtliyə, ən azından hər şeyi unutmağa. Çünki o geçmişdə aldığım xəstəliyin travması hələ də məndə var və onları unuduram sizin sayənizdə. İstəməzdim bu belə bir post olsun, həqiqətən, amma ki, yenə də əminəm ki, izləyicilərim üzümü güldürməyə bacaracaq. Mənim üçün isə tək üzümü güldürən səbəb sizin takipləriniz və mənə dəstək olmağınızdır. Bunu amma nə vaxtsa açıqlamalıydım deyənə bu gün cəsarətimi topladım və açıqlamaq istədim.